deputat. İndi baxın, mən sizə video göstərəcəm, Rus deputatıdır. Güya Putinə yaltaqlıq eləmək istəyir, danışır ki və deyir ki, Putin, biz necə bəzi yaltaqlarda var axı, mən sizə bir lətifə danışım, bir yaltaq bizdə, məsəl üçün, yaxınlaşır müdürünün yanına və müdür yanıb ayaq üstə, ona belə yaltaqlanır da, belə ki, salam, belə ki, salam, belə ki, səndən yaman incimişəm, bəlkə incimişəm deyir səndən. Müdür də fikirləşir, buna baxırlar, yaltaqdır, dünən bir yaltağın, biri dünən mənim əlim öpbəlidir, ayağımın altında qalmalı. Niyə incimirsən məndən? Müdür, özümə baxmırsan, bax, səndən yaman incimişəm, biraz arıqlamırsan, özümə yaxşı fikir vermişəm, belə. Bu yaltaqlıq bizə necə yaltaqlıq? Bu dubl yaltaqlıqdır da, belə fırlanıb, belə də. Yəni, döngəni böyük götürüb girməkdir də, belə döngəyə başa düşürsünüz, belə yaxından, uzaqdan fırlanıb belə girməkdir də döngəyə. Və indi həmən o deputat da istəyir, o Putin həmən o geniş döngədən belə girsin, döngəyə keçsin, gəlsin və yaltaqlıq eləsin və deyir ki, Putin deyib ki, biz dövlət uğrunda vuruşuruq, amma mən onunla razı deyiləm, biz vətən uğrunda vuruşuruq demək istəyirdi. Yəni ondandır şeydə, yəni döngəni böyük götürmək istəyirdi, amma orada vayuyut i varuyut sözü bir-birinə oxşayır axı. Rus dilində, veliki ruski могучий языкda, veliki vayuyut i varuyut. Bir dənə fərq var. Fikir verin bu sözlərin arasında. Savaşır və uğurluyur. Bu fərqli sözləri türk dilində təbii ki, bizim dilimizdə. Amma vayuyut i varuyut oxşayır və Rusların özündə belə, Rusça deyəcəm indi bu sözü, Freyd böyük alimdir, Alman alimidir, böyük alimdir mən sizə deyim. Freyd'i bilən, oxuyanlar anlayırlar da, bəzən Freyd yazır, açır ki, insan səhv eləyir danışanda, amma o beynindəkini deyir, ona agavorka pa Freydo deyirlər. Yəni Freyd onu anladı, psixoloji olaraq insanları anladır ki, o əslində yalan danışmaq istəyir, amma doğrunu deyir, çünki beynindəkini deyir. Və bu deputat vayuyut əvəzinə varuyut deyir doğrudan da. Baxın bu deputata zəhmət olmasa. Президент Российской Федерации говорил о наших воинах, как они воюют. И он там сказал фразу о том, что они воюют за свою родину. Я чуть с ним не согласен, может я не прав, не имею права, но мы воруем за отчизну. Воюем, прошу прощения. Мы воруем за отчизну. Чего не смеетесь-то? Не смешно? Не поняли, да? Это Россия. Və Jirinovskinin bu gülüşünü biz hələ çox istifadə edəcəyik. Çox Gorbaçovun gülüşünü istifadə edəcəyik. Farruyut, orada da fonda göstərirdik də. Bax, onların gününə bax, gəliblər öz Slavyan qardaşlarını bombalayıblar, dağıdıblar, içindən unitaz daşıyırlar, xaladelniklə soyuducu daşıyırlar, kombin açıb aparırlar, bunlar. Budur bunların imperiyası, budur bunların mədəniyyəti. Öz dili ilə deyir də. Və hayasızcasına, indi də Trump'ı da başa düşürsünüz, yəni öz saxta başlarına. Bunlar işğal eləyib deyirlər ki, bura bizimdir də. Deyirsən, sən işğal eləmişsən. Bax, indi Ukraynanı işğal eləmişsən də sən. Qarabağda işğal eləmişdin, gəlmişdin ora. Təkrar edirəm, onlar oradan çıxmayacaqdılar. Çıxmayacaqdılar heç vaxt. Əgər bu gücü görməsəydilər, əgər bu qüdrəti görməsəydilər. Və gördülər, çıxdılar. Amma qüdrət də ona görə daha belə təpkili və güclüydü, presingliydi. Çünki Ukraynada zəifləyib o imperiya. Faktdır. Biz ancaq argument faktları deyirik. Yumruğumuzu gördülər, Türk yumruğunu, Türk tokatını gördülər. Amma orada zəifləməsəydilər, o bizim üçün çətin olacaqdı. Ukrayna qəhrəman, qanının bahasına bu günlərim, azadlıq sevən xalqların, biz onun üçün onun yanındayıq. Onun üçün dövlət başımız deyir ki, biz Ukraynanın yanındayıq. Birinci gündən olmuşuq və olacağıq da. Taxtabaş onu eşitmir ki. Taxtabaş eşitmir ki, dövlət başçısı deyir ki, bizim dövlət başçımız deyir ki, Rus imperiyasının cinayətləridir. Zəngəzurda, İrəvanda, Xocalıda 20 yanvar Taxtabaş onu eşitməz. Eşitməz. Çünki o özü bunun kimosudur. Başa düşürsən, Человек moralna Pushkinlik. Təpkisini, çilləsini görüb və o Stockholm sindromu deyirlər də, sevir bunları. O ifunəti iydən xoşu gəlir onun. Var görmürsünüz, bəzən qadınlar da var, mən istəyirəm, mənə döysünlər, mən belə bir söyüş istəyir. Başa düşürsünüz? O normal dil, mədəni, ədəbi, bilmirəm belə, düşüncəli, intellektual, o sözlər onun üçün pis, ancaq bilsən o motal pendiri gəlməlidir və o döyülməlidir. Belə o quldur da, xislət adam deyil, çimodur, başa düşürsünüz. İnsan deyil, amma çimodur da. Bu belədir, bu faktdır.